Salam Rəşad doktor, hər vaxtınız xeyir olsun. Bizə mədə kiçiltmə əməliyyatı olunmuş və olunmaq planı olan insanlar baxır. Onlar üçün məncə bu sual çox maraqlı olar. El arasında belə bir deyim də var, özünə məsləhət bilmədiyini başqasına eləmə. Rəşad doktor özü piylənmədən əziyyət çəksəydi, mədə kiçiltmə əməliyyatı qərarını verərdimi? Mədə kiçiltmə əməliyyatı etməyə razı olardımı? Bu sualı istəyərdik cavablandırasınız. Xoş gördük. Mən həmişə düşünmüşəm ki, bir əməliyyatı etdikdə, əgər mənim və qohumum həmin əməliyyata ehtiyac olarsa, o əməliyyatı da ona edə bilərəm, yoxsa yox. Təbii ki, bəlkə də 20 il əvvəl olsaydı, mən qorxardım, etdirməzdim. Çünki 20 il əvvəl bu əməliyyatla bağlı olan söz-söhbətlər biraz daha təhlükəli məsələləri qabardırdılar. Bu söz-söhbətlər daha qabarıq idi. Amma bugünkü gündə müasir texnika, müasir texnologiya, cərrahiyyədə baş verən uğurlar və bizim gördüyümüz əməliyyatların uğurlu nəticələri şəxsən mənim özümə də inam yaradır ki, bəli, əgər etdiyimiz əməliyyatların nəticələrini mən də görsəydim və nə vaxtsa mən də piylənmə xəstəliyindən əziyyət çəksəydim, əsla piylənmə halında qalmazdım. Bu xəstəlikdən xilas olmaq üçün məhz mədə kiçiltmə əməliyyatını seçərdim.